Здравствуйте, biznesine Maksay'ı Miguel Najdorf'un oynamaktadır. Burada Maksay'ı qalib gəlib, Miguel Najdorf isə məğlub olub. Burada məlumatlar isə buradadır. Ağlar Maksay'ı, qaralan Miguel Najdorf 1-0. Gəlin də oyuna baxaq. D4 lütfen. Şah. Açıyor çizelim. Saç çizelim. Revision. Burada bağlama yani. Ben yazmış. Aşağıda bir de bağlamanın çalışmak istiyor. Efendim hoştete katılsıydı. Göstermeliydi. Buradaki D2 yerçe katılmalı olacaktı. Süper de katılır ancak onda firi öz aktivini istiyor. Ve bazı var. Burada filmin atı değişmeyi. C6 C6 B6 100 sonra növbət işte birinci çıxıb. Top B8-də qoruya bilərdi. Növbət yetişlərdə top G8 də ola bilər. Piyadalar qabaq 8. Vəziri qaçıb. Bir nəsə içə dökməli və bir də 5 həm bura hücum etsin, həm də şah tərəfə. Şah 8 6 8 H4'də burada vəzir etməli, vəzirdən geri qayıdır. H4 F5 burada atı qovmaq və bəlkə işləyəndə vəziri F6-ya da gətirmək olar. H5-ə hala burada fil B7-də oynayır. Filin çıxandan sonra hücumu. Burada H5 H5 dediğim H5'i burada ne görünüyor? Vura bilər. Vursa vuracaq. Açıq şahdır. Və filin itirəcək. Bir də H6-ya qoyub. Top H6. Şahın da C8-ə qaça bilməz. Fil var. Fil var. J4. G4. G4 oynayıb. H2 G2. Belki bu top etmeli. H4 vəzir F6. Təkrarla vəzir F6 oynayır. J1 burada vəzir fili qoyulur və fil getmir. Ancaq at R6 var idi. R6. Şah J7. J7. F1. Vəzir F1. Burada qalla piyadanı götürüb. Burada yəni indi at boş qalıb, yəni atarla götürə bilənlər. Atarla götürə biləndir. H4 vəziyyətdə də at geri qayıdır. Həm də ki, at olmasaydı buradakı matın, yəni F2-dən matın qarşısını kəsir. Burada yəni bu dəqiqə at olmasaydı matdır. At F4 bir dəfə. Burada da şah 8-i qaçıb ki, top J1-ə şah verilib. Növbət keçdə yəni vəziri də oynayır. Nasıl qarşısını kəssin. Əgər topun da indi J1-ə qoysa, J1-ə qoyanda topunu müdafiə edirlər. Açıyoruz topunu 8. Açıyoruz topunu 8. Top 8 oynayıb. Xattı özünə götürür. Burada top J1 və at olmasaydı vəzir olsa ola bilərdi. Ancaq burada at var idi. İndi şu at bunu qoruyub. H5 H5 Açıyoruz top J3. Piyadanı vura bilər. Piyadanın topu götürüldü. Topu burada isə vuranda qoyulmağın itirəndən sonra topu yürütə bilir. Rahatlıqla yürütə də yürütməliyir. Növbəti gedişlərdə vəzir topu qaçandan sonra at D4 oynayır. Bu da bir gedir. Ancaq hücum eləmək üçün risk etmək də olar. F2
8. Şah burada top etməyəndə top yenidən geri qayıdır. Bir. Top atmıyor. Şah şöyle şah oyuna gəlir. Burada vəzir e, 7 yola gəldi. Şah 8 onda da vəzir 8 vəzir 7. Burada vəzir 8 vəzir 8. Şah şah 1. Vəzir 7. Burada şah vəzir şahlama şah verib çəkməyə çalışsa da at ki arka şahlar kəsilir. Vəzir 1. Vəzir G8. Artıq bu arada sonuncu geçişlərdir. Şah F6 oynanır. G5, vəzir G7. Artıq burada şah H5'i də götürə bilərdi. At F4, vəzir G4'də. Başqa G4. Bir də G4 də var idi şah burası. G4, vəzir vurur. Fil F7. Vəzir H6. Yəni atla burada vəzirlər də dəyişib mat deyirlər. Bu isə bizim Max Eybi Yuqori Nazdorf'un oyununa baxdıq. Bu da oyunun sonu. Sağ olasın, görüşürüz.